أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونشهد أن لا إله إلا الله وحده لا شريك له وأن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله الطيبين الطاهرين سيما بقية الله في الأراضين بسم الله الرحمن الرحيم من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا صدق الله العلي العظيم Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh. Əziz və hörmətli müminlər, bildiyiniz kimi bugünkü məclisimiz iki mübarək şəxsin Mövlud-u Şərifi ilə əlaqədar olaraq təşkil olunmuşdur. Onlardan biri 4-cü imamımız İmam Zeynul Abidin, digəri isə o imamət Əhl-i Beyt məktəbinin davamçısı, hamisi Həzrət Əbəlfəzl Əbbas salamullahi aleyhima. Onların Mövlud-u Şərifi münasibəti ilə toplaşmışıq və sonuncu imamımız başda olmaqla hər birinizə təbriklər ərz edirik. Hər iki şəxs haqqında danışmaq doğrusu həmi asaddır, ona görə ki, haqlarında o qədər məlumatlar var. Az qala 15 əsrlik bir müddətdə bəlkə də minlərlə, 100 minlərlə cild kitablar yazılıb. Amma həm də danışmaq çox çətindir. Çünki hər iki ali şəxsiyyətin həyat və fəaliyyətlərinə baxdıqda biz görürük ki, sözün əsl mənasında o şəxslərin həyatı necə keşməkeşli, necə çətinliklərlə dolu və məlum məsələdir ki, əgər onların qanı olmasaydı, bu günləri biz dinimizi bəlkə də doğru, düzgün şəkildə yaşaya bilməzdik. Hər iki şəxsiyyət, biri bizim qeyd etdiyimiz kimi imamımızdır, digəri isə o imamət qalasının həqiqi müdafiəçisi, bəlkə də imamlarımızdan da artıq sevdiyimiz Həzrət Əbəlfəz əleyhissalamdır. Mən bu ifadəni əbəs yerə işlətmədim. Dəfələrlə olub, yəqin ki, hər birimizin emosional hisslərində bu özünə, necə deyərlər, yer eləmiş bir məsələdir. Məsələn, olub ki, bizdən soruşurlar ki, mən Həzrət Əbəlfəz əleyhissalamı İmam Hüseyndən də çox istəyirəm. Bunun bir problemi varmı? Əsla. Böyük bir alimlərimizdən biri, böyük müştəhid, mərcəyi təqlid olub. Mən onun əsərlərinin birində, giriş hissədə oxumuşam bunu. Hələ mövzuya keçməmiş istəyirəm bu haşiyəni danışam sonra. Onun həm də böyük şairlik qabiliyyəti olub. Deyir, mən hadisəni nəzmə çəkirdim. Qəflətən gördüm ki, mən Əbəlfəz əleyhissalama o qədər yer vermişəm. Onun fəzilətlərindən o qədər yazmışam ki, sanki İmam Hüseyn əleyhissalam kölgədə qalıb biraz. Deyir, çox narahat oldum və qələmi qoydum yerə. Məni yuxu apardı. Yuxuda gördüm ki, İmam Hüseyn əleyhissalam dedi, qələmi niyə yerə qoydun? Dedim, ağa, mən utandım. Mən bir ayıldım ki, Əbəlfəz əleyhissalam haqqında o qədər yazmışam ki, siz sanki kölgədə qalmışsınız. Deyir, yuxuda ağa mənə buyurdu ki, sən davam elə, sən düz iş görmüsən.
Mən o hadisənin məzmununu danışdım. Həqiqətən də Əbəlfəz əleyhissalam bizim, mən deyərdim ki, emosional hisslərimizdə özünə yer eləmiş böyük bir şəxsiyyətdir. Ona görə də bu günləri inşallah xütbəni hər iki şəxsiyyətin ləqəbləri və onların Qur'an-ı Kərimdəki əlaqəsi ilə bağlı danışmaq istəyirəm. Elmdə belə bir qayda var. Hər kəs daşıdığı ləqəbə görə tanınar. Məsələn, ricalşünaslıqda raviləri tanımaq haqqında olan xüsusi bir elmdir. Bir şəxsiyyəti tanımaq üçün həm də onun daşıdığı ləqəblərə diqqət yetirərlər. O ləqəblər ya mədh növündəndir və yaxud məzəmmət. Əgər mədhdirsə, deməli, haqqında danışılan şəxs mötəbərdir, etibarlıdır, əksidirsə, deməli, xeyr. Bizim əlimizdə olan mötəbər mənbələrdə əks olunmuş həm İmam Zeynul Abidin, elə Zeynul Abidin onun ləqəbidir, əsl adı Əlidir. Əli ibn Hüseyn ibn Əli ibn Əbi Talib. Baxdıqda görürük ki, onların ləqəbi birbaşa elə Qur'anın əxlaqını bizə xatırladır. Birbaşa Qur'anın müsəlman kişisi necə olmalıdırsa, həmən o necəligi bizə izah edir. Elə indicə də diqqətinizə çatdırdığımız Qur'an-ı Kərimdəki Əhzab 23-cü ayəsi məhz müsəlman bir kişinin hansı sifətə malik olduğunu bildirir. Minəl mu'mininə ricalun. Möminlər arasında bir qrup kişi vardır ki, rical kişiyə deyərlər, əsl kişi. Sədəqu ma'əhədu. Onlar Allaha verdikləri əhdə sədaqətli qaldılar. Biz İmam Zeynul Abidin əleyhissalamın ləqəblərini bir-bir əgər müzakirə etsək, görürük ki, həqiqətən də İmam Zeynal Abidin əleyhissalam daşıdığı ləqəblərlə bizim üçün bir örnəyə çevrilmişdir. İmamın dövrü hər kəsə məlumdur. Elə bir dövrdür ki, İmam ev dustağıdır. Açıq-aşkar şəkildə dini təbliğ edə bilmir. İmam özünün əxlaqi keyfiyyətləri və bəzən də duaları vasitəsi ilə dini necə yaşamaq lazımdırsa, onu eləcə təbliğ edirdi. İmam əleyhissalamın o ev dustağı olması və yaxud da ciddi nəzarət altında saxlanılması heç də dinin, Qur'ani maarifin yayılmasına mane ola bilmədi. Hər bir imam bilirsiniz ki, öz dövründə özünə məxsus metodologiya ilə, özünə məxsus üsulla, qaydalarla dini təbliğ edibdir. İmam Zeynul Abidin əleyhissalam biz baxdıqda görürük ki, ən çox ibadət eləyən şəxs idi. İstər gecə ibadətləri, bir sözlə istər fərz, vacib olan ibadətlər, istərsə də nafilə ibadətləri. O, Zeynul Abidin adına layiq görülmüşdür. Zeynul Abidin, yəni ibadət edənlərin zinəti, bəzəyi. Uca Allah Qur'an-ı Kərimdə çox ibadət edən, çoxlu namaz qılanlar haqqında qad əfləhəl mu'minun, möminlər mütləq nicat tapacaqlar. Əl-ləzinəhum fi salatihim xaşi'un. O möminlər ki, onlar öz namazlarında xuşu içərisindədirlər. Təvazökörcasına bütün diqqətləri uca Rəbbə yönələrək ibadət etmək həm də xuşu adlanır. Rəvayət olunur ki, bir gün İmam əleyhissalam
namazda ikən əbası çiynindən sürüşür. İmam diqqət yetirmir. Namazdan sonra səhabələrindən biri sual edir ki, ağa, nə üçün namazda sürüşmüş əbanı çiyninə qaytarmadın? Bəyəm biz bunu etsək namazımız pozularmı? Sual verənin məqsədi şəri bir məsələni öyrənmək idi. Yəni namaz əsasında bu kimi hərəkətlər namazı pozarmı? Deməli pozar ki, siz əbanı qaytarmadınız çiyninizə. İmam əleyhissalam buyurur ki, mən hansı haldaydım ki, əbanın çiynimdən sürüşdüyünü də hiss edəm. Bax, bu hissə deyərlər xuşu halı. İmam Zeynul Abidin əleyhissalam belə bir ibadətkar şəxs idi. İmamın digər bir ləqəbi Seyyidus Sacidindir. Yəni səcdə edənlərin ağası. Heç bir ləqəb, heç bir kəsə və xüsusi ilə də məsumlarımıza əbəs yerə verilməyibdir. Hətta bəzi alimlərimizin apardıqları müzakirələrə görə məsumların daşıdıqları ləqəblər bəşəri deyir, ilahidir. Yəni bir qrup insanın toplaşıb, məsələn, İmam Zeynul Abidin əleyhissalama Zeynul Abidin, Seyyidus Sacidin və s. ləqəbləri verməsi ilə biz onları və ya o imamı eləcə tanımırıq. O ləqəb ərş-i əlada onların keyfiyyətlərinə görə verilmiş ləqəblərdir. Yəni Əhl-i Beyt imamlarına. Əgər biz bu məntiqi qəbul eləsək, deməli belə çıxır ki, İmam Zeynul Abidin əleyhissalamın daşıdığı bu ləqəblər ilahi tərəfindən verilmiş ləqəblərdir. Təkcə səcdənin çoxluğu ilə o ləqəbi daşımaq olmaz. Deməli, səcdəsinin keyfiyyətinə görə İmam əleyhissalam o ləqəbə layiq görülmüşdür. Qur'anda səcdə haqqında uca Rəbbimiz buyurur ki, "Vascud vaqtarib", Rəbbinə yaxınlaşmaq üçün səcdə et. Deməli, İmam əleyhissalam o səcdəsi ilə uca Rəbbə ən yaxın olan bir şəxs olmuş olur. Və yaxud da biz İmam əleyhissalamın həyatına baxdıqda görürük ki, heç vaxtı hətta Kərbəlada və ondan sonraki əsirlik mərhələsində belə gecə namazlarını keçirməyibdir. Bu haqda kifayət qədər rəvayətlər vardır. Bütün bunların hamısı onu göstərir ki, həqiqətən də İmam Zeynul Abidin əleyhissalamın daşıdığı bu və ya digər ləqəblər ilahidir, Qur'ana bağlı olan, Qur'andan qidalanan əxlaqi, mənəvi keyfiyyətlərdir. İmam əleyhissalamın digər bir adı Züs-Səfənatdır, yəni səcdə izləri olan şəxs. Hətta mənbələrdə göstərilir ki, İmam əleyhissalam o qədər ibadətkar, o qədər səcdə halında dayanardı ki, səcdə yerləri dəvənin dizi qədər qabar gətirmiş bir hala düşərdi. Bütün bunların hamısı onu göstərir ki, əziz möminlər, İmam əleyhissalam öz əxlaqi keyfiyyətləri ilə, öz ibadətləri ilə dini necə yaşamağın lazım olduğunu biz müsəlmanlara öyrədib. Ona görə də İmam əleyhissalamın o susqunluğu, İmam əleyhissalamın o nəzarət altında saxlanması İmam üçün iztirab deyil, şuurlu bir həyat tərzi idi.
Yəni İmam əleyhissalam baxmayaraq ki, elə təzyiqlərə məruz qalmışdı, atası, qardaşları və ən yaxın qohumları gözünün qarşısında öldürülmüşdür, şəhadətə yetirilmişdir. Lakin onların heç biri İmam əleyhissalamı Allahla olan rabitədə zərrə qədər də olsun onun ibadətinə mənfi təsir edə bilməmişdir. Dedik ki, İmam əleyhissalamın tanımaq üçün, ümumiyyətlə bir şəxsiyyəti tanımaq üçün həm də ikinci yol o şəxsiyyətin mirasıdır, elmi mirasıdır. Bilirsiniz ki, İmam əleyhissalamdan bizim əlimizə gəlib çıxan bəzi əsərlər var, kitablar var, Səhifə-i Səccadiyyə və yaxud Hüquq Risaləsi kitabları artıq İmam Zeynul Abidin əleyhissalamın da o dərəcədə təzyiqlər altında yaşamasına, qalmasına, həm də ona göstərilmiş o psixoloji təsirlərə baxmayaraq İmam əleyhissalam dinin həqiqətini necə yaşamağın lazım olduğunu bizə öyrətmiş olur. Dedik, həm də bu günləri Həzrət Əbəlfəz əleyhissalamın Mövlud-u Şərifi günüdür. O ağa bütün imamlarımızın dilində, hətta sonuncu imamımızın dilində belə çox yüksək sifətlərlə, çox yüksək ləqəblərlə ləqəbləndirilmiş bir şəxsiyyətdir. Əbəlfəz əleyhissalam baxmayaraq ki, imam deyil, amma imamlarımız qədər bizim üçün, Əhl-i Beyt məktəbi üçün əziz olan bir şəxsdir. Biz xütbələrimizin birində o həzrətin məsumiyyət məqamına sahib olduğunu qeyd etmişik. Əbəlfəz əleyhissalam da məsumdur. Həzrət Zeynəb də məsumdur. Çünki heç vaxtı onlardan hansısa bir pislik əməl olaraq, söz olaraq və yaxud da kiminsə onların haqqında ifşa edici sözü olmayıbdır. Ona görə də bizim böyük alimlərimiz, məsəl üçün böyük fəqih, böyük hədis-şünas alimimiz Abdullah Maməqani Tənqihul Məqal əsərində də Əbəlfəz əleyhissalamın ismət məqamına da aydınlıq gətirib. Amma biz dedik ki, bu günləri onların daşıdıqları ləqəblər üzərində söhbətimizi quracaq və o ləqəblərin heç də bəşəri deyil, ilahi tərəfindən verildiyi və yaxud da Əbəlfəz əleyhissalama məhz məsumlarımız tərəfindən o ləqəblər ləqəbləndirildiyinin şahidi olacağıq. Daşıdığı hər bir ləqəb Qur'anda sanki öz əksini tapıb. Daşıdığı hər bir ləqəb bizim üçün istiqamət vericidir. Daşıdığı hər bir ləqəbə görə biz ona məhəbbət bəsləyirik və hətta bayaq qeyd elədiyim kimi bəzən bizim emosional hisslərimiz onun şəxsiyyətini bizim zehnimizdə digər mübarək şəxslərin şəxsiyyətindən də öndə tutur. Əbəlfəz əleyhissalamın daşıdığı birinci ləqəb Qəmər bəni Haşimdir. Haşim Peyğəmbər əleyhissalamın mənsub olduğu nəsildir. Qəmər bəni Haşim sözünün mənası Haşim övladının ayı mənasını ifadə edir. Nə üçün Əbəlfəz əleyhissalama bu ləqəb verilib? Bu ləqəbi daşımağının hikməti, fəlsəfəsi ondan ibarətdir ki, Qur'an-ı Kərimdə Uca Rəbbimiz ayın, yəni qəmərin nur verdiyini, gecə azmış insanlar üçün yol göstərdiyini, onların yollarını işıqlandırdığını bildirir. Deməli, Əbəlfəz əleyhissalamın
Haşim övladının ayı adlandırılması, bu ləqəbi daşıması Əhl-i Beytə gedən yola məhz o ağanın işıq tutmasıdır. Quran buyurur: "Huvəllazi ca'alaş-şəmsə ziya'an vel-qamara nur." Allah günəşi yaratdı ziya verərək, ayı isə nur verərək yaradıb. Bu sözlərin bizim dilimizdə tam olaraq məna çalarlarını tapmaq çətindir. Sual oluna bilər, nə üçün günəş haqqında Allah ziya sözünü işlədir, amma qəmərə gələndə nur sözünü işlədir. Alimlərin təhlilinə görə ziya öz-özlüyündə işıq verən mənasını ifadə edir. Elm də sübut eləyir ki, günəşin işığı özündəndir. Amma nur, onun işıq mənbəsi başqasından olur. Elm sonralar sübut elədi ki, qəmər, yəni ay, öz işığını günəşdən alır. Deməli, Əbəlfəz əleyhissalamın Bəni Haşimin qəməri adlanmasının bir hikməti də bundan ibarətdir ki, o öz işığını, yəni mənəvi işığını məhz məsumlardan, Əli əleyhissalamdan, İmam Həsən əleyhissalamdan və daha çox İmam Hüseyn əleyhissalamdan almış bir şəxsdir. Bu da simvolik olaraq o həzrətin nə üçün Haşim övladının qəməri olmasına, necə deyərlər, bir dəlildir. Digər bir ləqəbi Səqqa, yəni su paylayan mənasını ifadə edir. Çox maraqlıdır ki, Quran suyu bütün varlıqların həyat mənbəsi adlandırıb. وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ. Quran buyurur ki, biz hər bir canlını sudan xəlq etdik. Əbəlfəz əleyhissalamın Səqqa, yəni su paylayan ləqəbi simvolik olaraq mənası bu olur ki, bu adı daşımaqla o sanki Əhl-i Beyt məktəbinə həyat verib, sanki Əhl-i Beyt məktəbinə dirilik verib. Əgər diqqət edirsinizsə, bayaq gətirdiyim o sitatdan da məlum olur ki, Əhl-i Beyt içərisində haqqında ən çox şeirlər yazılmış bir şəxsdir. Yəni, Əhl-i Beyt məktəbinin itməməsində, Əhl-i Beyt məktəbinin canlı olaraq davam etməsində Həzrət Əbəlfəz əleyhissalamın da böyük rolu vardır. Və özü də çox maraqlıdır. Hər kəsə yaxşı məlumdur ki, Əbəlfəz əleyhissalam suya yetişir, amma su içmir. Bu özü də müasir elm, psixologiya elmi. Bir məsələni sübut eləyir. Baxın, müasir psixologiyada altruizm və empati deyilən anlayışlar var. Bunlar elmi anlayışlardır. Yəni, bir insanın özünü başqalarına fəda etməsi. Əgər biz Əbəlfəz əleyhissalamın həyat tarixinə baxsaq, təkcə onun suya yetişib, suyu içməməyi, niyə? Çünki Ali Peyğəmbər xeymələrdə susuzdur. Özünü başqalarına fəda etməsi mədəniyyətini öyrədir bizə. Deməli, biz ailəmizdə, çevrəmizdə Əbəlfəz əleyhissalamın təkcə bu hərəkətini düzgün şəkildə izah eləyə bilsək, o müasir elmdə deyilən altruizm, empati filan, hamısının mükəmməl şəkildə məhz o həzrətin əxlaqında, hərəkətlərində gizləndiyinin şahidi olmuş olarıq. Digər bir ləqəbi bildiyiniz kimi Babul Həvaicdir. Yəni, diləklər qapısı, ehtiyaclar qapısıdır. Hətta
biz Əbəlfəz əleyhissalam haqqında olan o az məlumatlara baxanda belə görürük ki, bu ləqəbi o Kərbəlada deyil, məhz uşaqlıq vaxtlarından alıb. Bəzi mənbələrdə qeyd olunduğuna görə Mədinədə su qıtlığı olarkən insanlar şəhərdən kənarda olan quyulardan su gətirmək üçün müəyyən vasitələrdən istifadə edərdilər. Mənbələrdə yazılır ki, Əbəlfəz əleyhissalam bilirsiniz də 10 il Mədinədə yaşayıb. 645 və ya 46 təvəllüddür. 656-cı ildə İmam Əli əleyhissalam ki, Kufəyə köçür, xəlifə olduqdan sonra ailəvi şəkildə köçürlər Kufəyə. O uşaq ikən 7, 8, 9 yaşlarında qabları su ilə doldurar, gətirib o kimsəsiz yaşayan, yəni su gətirmək üçün çətindir, evdə kişi, işçi qüvvəsi yoxdur, həmin qapılara qoyar və yaxud da yaşlı insanların əlində su qabı gördüyü zaman onların əllərindən alar, gedib onu su ilə doldurub gətirib verərmiş. Bax, Əbəlfəz əleyhissalamın Səqqa və yaxud da Babul Həvaic, yəni ehtiyaclar ləqəbini daşımasının həm də bu kimi səbəbləri vardır. Həm də Əbəlfəz əleyhissalam bilirsiniz ki, vəfadar sifətinə məxsus olan, yəni o sifəti özündə daşıyan bir şəxsiyyətdir. Elə bayaqları da oxuduğumuz ayə vəfa mövzusuna aid idi həm də. O ayədə Uca Rəbbimiz kişilər arasında, möminlər arasında elə kişilər vardır ki, onlar Allaha verdikləri əhdə vəfa edərlər. Əbəlfəz əleyhissalam da şübhə yoxdur ki, bu vəfanın bütöv, kamil bir nümunəsi idi. Və Əbəlfəz əleyhissalam həm də məlumdur ki, şəhid ləqəbinə layiq görülmüş bir şəxsdir. İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsində onun göstərdiyi xüsusi qəhrəmanlıq, xüsusi igidlik, xüsusi cəsarət yəqin ki, qiyamətə qədər də dillərdə əzbər olacaqdır. Və o həzrətin daşıdığı Əbdüs Salih ləqəbi var. Salih bəndə. Qur'an-ı Kərimdə salih bəndələrin sifətləri haqqında kifayət qədər məlumatlar var. Biz görürük ki, təkcə bu kifayət edir ki, hər gün bütün namazlarımızın sonunda Əssəlamu aleyna və əla ibadillahı salihin deyirik. Yəni bizə, bizim üzərimizə və salih bəndələrin üzərinə Allahın salamı olsun. Bu mənada madam ki, Əbəlfəz əleyhissalam da Əbdüs Salih, yəni salih bəndə ləqəbini məsum tərəfindən alıb, qazanıb, belə çıxır ki, biz həm də gündəlik namazlarımızda o ağaya, o həzrətə öz salamımızı göndərmiş oluruq. Bu da o həzrətin hansı bir fəzilətə, hansı bir dərəcəyə sahib olmasını göstərir. Elə Əbulfəzl sözünün mənası da çoxlu fəzilətlər sahibi olmasına görədir. Doğrudur. Bəzi mənbələr qeyd edir ki, böyük oğlunun adı Fəzl olduğu üçün bu künyəni daşıyır, amma bəlkə də həqiqət budur ki, bu künyə deyir, ləqəbdir. Yəni o həzrət məsumların nəzərində o qədər böyük fəzilətlərə sahib olubdur ki, bu ləqəbi daşımış olsun. Biz Əbəlfəz əleyhissalamın ləqəblərinin mənalarından da əlavə
dedik ki, məsum imamlarımızın mübarək kəlamlarında da o həzrət xüsusi bir keyfiyyətlə yad edilib. Baxın, İmam Zeynul Abidin əleyhissalam o həzrətin haqqında buyurur, Rəhimallahul Abbasə, Allah Abbasa rəhmət eyləsin. Fələqəd əthərə və əblə və fədə əxaxu binəfsih, həttə qutiət yədah. O, özünü qardaşına fəda etdi, hətta qolları düşənədək. Fəəbdələhullahu bihimə cənaheyn yutiru bihimə mə'al mələikəti fil cənnəh. Elə ki, o həzrətin qolları düşdü, uca Allah o qolların əvəzində ona 2 qanad bəxş etdi və cənnətə doğru uçsun. Biz bilirik ki, bu hədis həm də Peyğəmbərimiz tərəfindən əmisi Həmzə-i Şühəda haqqında da nəql olunub. Deməli, Əbəlfəz əleyhissalam, İmam Zeynul Abidin əleyhissalamın nəqlinə görə belə bir şəxsiyyət olub. Və həmçinin biz baxdıqda görürük ki, məsum imamlarımız Əssalamu aleykə ya Əbdəllahı salih, Allahın salamı olsun sənə ey salih bəndə, əl-muti'u lillahi və rəsulihi və vəliyyil müminin. Sən o bəndəsən ki, Allaha və onun rəsuluna öz itaətkarlığını göstərmisən. Başqa bir hədis İmam Sadiq əleyhissalamdandır. İmam əleyhissalamın hədisində Həzrət Əbəlfəz əleyhissalam Nafizul Basirə və Səlbul İman ləqəbləri ilə ləqəbləndirilib. Yəni, bəsirət sahibi və möhkəm imana sahib. Səlbul İman, yəni elə bir imana sahibdir ki, heç bir şey, heç bir qorxu, heç bir mükafatın təsir edə bilməyəcəyi imana deyərlər Səlbul İman. Əbəlfəz əleyhissalamın da Səlbul İmana, yəni möhkəm imana sahib olması elə Kərbəla hadisəsində də göstərdi özünü. Çünki bəzi mənbələrə görə ona təklif olunan o mükafat, o həzrətin o mükafatı rədd etməsi və özünü qardaşına, çünki qardaşı dinin özü idi, fəda etməsi onu göstərir ki, həqiqətən də Əbəlfəz əleyhissalamın məsumlarımızın nəzərində bu qədər böyük fəziləti vardır. Uca Allahı and verək öz izzəti cəlalına xatir bizə həm İmam Zeynul Abidin əleyhissalamın, həm də Əbəlfəz əleyhissalamın fədakarlığını, şəfqətini nəsib eyləsin. Uca Allahı and verək öz izzəti cəlalına xatir o ağaların açdıqları bu yolda sabit qədəm olmaqda bizə yardımcı olsun. Uca Allahı and verək o mübarək şəxslərə xatir Allah bizim bəsirət gözümüzü açsın. Dünyada bizi Əhl-i Beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.